İyunda bəzi yerlərdə havanın temperaturu 40 dərəcəyədək yüksələcək. Milli Hidrometeorologiya Xidmətindən Xəzər xəbərə verilən məlumata əsasən, gələn ay havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir. İyun ayı ilin ən uzun günlərlə fərqlənir. Yağıntıların miqdarı isə iqlim normasına yaxın olacaq. Aylar yerində isə normadan bir qədər çox olacağı ehtimalı var. İyun ayının ilk günlərində bəzi bölgələrdə hava şəraitinin arabir yağıntılı keçəcəyi proqnozlaşdırılır. Aylar yerlərdə isə yağıntıların qısa müddətdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. İyun ayında Bakı-Abşeron yarımadasında havanın maksimal temperaturunun 28-33, bəzi günlərdə 35-38, Mərkəzəran rayonlarında 30-35, bəzi günlərdə isə 38-40 dərəcəlik yüksələcəyi gözlənilir. Bəs qarşıdakı istirahət günlərində havanın temperaturu necə olacaq? Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mayın 28-i və 29-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən, buludlu, əsasən yağmursuz olacaq. Lakin 29-da gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-qərb küləcək. 29-da axşam arabir güclənən şimal-qərb küləyi əvəz olunacaq. Havanın maksimal temperaturunun 23-28 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə də mayın 28-də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin 29-u gündüz Qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi arabir güclənəcək. Bölgələrdə isə havanın maksimal temperaturu Aran rayonlarında 30 dərəcəyədək, dağlıq ərazilərdə isə 20 dərəcəyədək yüksələcək. Nərmin Məmmədhəsənli, Xəzər xəbər.